Yəni uşaq pulu həm sosial, həm səhiyyə, həm də iqtisadi siyasət alətidir. Bəs niyə verilmir? Burada iqtisadi prioritetlər oyuna girir. Yəni dövlət hər il büdcədən pul ayıranda sual verir ki, biz nəyi daha önəmli hesab eləyirik? Yolları, infrastrukturu, müdafiəni, yoxsa sosial yardımı, sosial dəstəyi? Uşaq pulun verilməməsi dövlətin büdcə prioritetlərinin fərqli olması deməkdir. Amma əsas sual da burada doğur. Bu prioritetlər uzun müddətli sağlamlıq və demografiya üçün doğrudurmu? Uşaq pulu verilsə, səhiyyə sistemi nə qazanacaq? Sağlam böyüyən uşaqlar gələcəkdə daha az xəstələnir, daha az xəstəxanaya düşür, daha çox iqtisadi töhfə verə bilir, daha yüksək məhsuldarlığa sahib olur. Bu da öz növbəsində səhiyyə xərclərini azaldır və insan kapitalını gücləndirir. Bəs Azərbaycanda nə etmək olar? Bəlkə biz uşaq pulu verək ya yox, sualından çıxıb daha ağıllı sual verək. Məsələn, uşaq pulunu necə elə dizayn eləyə bilərik ki, bu həm ailəyə, həm də səhiyyə iqtisadiyyatına real təsir göstərə bilsin. Məsələn, gəlir səviyyəsinə görə mərhələli şəkildə uşaq pulu və ya sağlamlıq şərtlərinə bağlı uşaq pulu və ya ilk 3 il üçün, yəni nələrsə oturub fikirləşib tapmaq mümkündür. Uşaq pulu sadəcə pul vermək deyil, bu ölkənin gələcək sağlamlığına, insan kapitalına, demoqrafiyasına qoyulmuş uzun müddətli sərmayədir. Bəlkə də sual belə qoyulmalıdır. Uşaq pulu bahalıdır, yoxsa sağlam olmayan bir nəsil daha bahalıdır? Bu videonu paylaşın ki, siyasətçilər və iqtisadçılar bu məsələyə sadəcə sosial yardım kimi yox, həm də strateji, iqtisadi investisiya kimi baxsınlar. Sizcə uşaq pulu nə qədər olmalıdır? Şərhlərdə görüşək.